Bax, maşının su baçoku şampunu istifadə edəndə mütləqdir ki, tərkibində silikon olan su baçokundan istifadə etmək lazımdır. Bilirsiniz nəyə görə? Rezinləri yumşaq saxlasın ki, rezinlər tez quruyub çatlamasın. Və ən böyük özelliyi də nədir? Şüşələri yaxşı təmizləsin, yəni normal təmizləyə bilsin. Məhsulumuz Winson'un anti-screen wash'udur. Bu yay üçün nəzərdə tutulmuşdur. Həm ağcaqanad ləkəsinin falan düşməyinin qarşısını alır və həm də ki, ekonomikdir. Yəni bu qədərini təxmini 5 dənə piton baçokda istifadə edə bilirsən. 5 litrə nəzərdə tutulub 2 qapaq. Bax, 2 qapaq əlavə edirsən. Əlavə edəndə bax bu formada sıxırsan, bir qapaq dolmuş olur. 2 qapağı polnu baçoka gedir. Bax bu formada doldurdun, 2 qapağını tökdün, 5 litr suda. Həm rezinləri yumşaq saxlayacaq, həm getməyən ləkələri təmizləyəcək və əsas özelliyi də su qovuculuq da yaradacaq. Yəni şüşələrdə su qovuculuq da verəcək. Məhsulumuz Winson'un su baçoku üçün əlavəsidir və Winson'un su baçoku üçün əlavəsinin qiyməti cəmi 6 manatdır. Bütün Winson filiallarımızdan da əldə edə bilərsiniz.